İmam zaman gəlməmiş, 12-ci imam zuhur eləməmiş, özünüzü təmizləyin. Pislikləri aşkar eləmək, onu görmək lazımdır. Müayinə lazımdır. Həkimlər nə deyir? Deyir, azı ildə ildə bir dəfə müayinə olunun. Niyə? Çünki xəstəliyi ibtidai mərhələdə, əvvəl mərhələdə tapsaz, müalicəsi asan olur. Getdikcə çətinləşir. Deyim, ruhun müayinəsinə bir il yox, bir gün vaxt qoyub. Deyib, hər axşam bunu elə. Yoxsa ötürəcəksən vaxtını. Hər axşam özündən özü müayinə elə, özünü müayinə elə. Hər axşam. Leysə minna, mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Bizdən deyil o kəs ki, hər gün özünü hesaba çəkməsin. Hər gün. Bir dənə də qorxulu söz deyim. İmam Hüseyin məclisində olsa, üzr istəyirəm sizdən. Hədisdə var ki, zuhurdan imam zaman gəlməmiş, 12-ci imam zuhur eləməmiş, özünüzü təmizləyin. Yoxsa buyurur, zuhurdan sonraki imtihanlar ağır olacaq, fürsət qalmayacaq. Nə qədər gəlməyib özünüzü təmizləyin. Yoxsa imtihanlar ağır olacaq və üzü üstə sizi yerə yıxacaq. Bəzi evlər içimizdə ola bilər ki, mən namaz qılanım və burada oturanım. İçki içənlərdə o evlər yoxdur. Şərab içənlərdə o evlər yoxdur. Ola bilər ki, imam zaman zuhur eləyəndə onlar yola gəlsin, mən yoldan çıxım imam zamana qarşı. Allah göstərməsin. Bu içinizdə qalan evlər sizə mane olacaq, deyir imam zuhur eləyəndə. Ona görə də mövzu çox mühümdür. Çünki bəlkə də biz elə zuhur astanasındayıq. Biz onu ki bilmirik. Bəlkə axirə zaman ümmətiyik. Axirə zaman ümməti olmağına axirə zaman, çünki imam qeybdə olandan elə axirə zaman ümməti sayılırıq. Amma bəlkə də o ərəfədə yaşayırıq, bunu heç kəs bilmir. Peyğəmbəri gözləyirdilər, bilirsiniz, Məkkədə, Mədinədə Peyğəmbərin gəlişini gözləyirdilər. Təvaf eləyib, dua eləyirdilər o gəlsin. Sonra həmin o gözləyənlərin bir qismi qılınc çəkdi, Peyğəmbərlə vuruşdu. Yəni belə şeylər olur. Belə şeylər olur.